Sizlə ilkin sözü hörmətli İsa bəyə verək. İsa bəy davamlı şəkildə bizim dəvətlərimizi hər zaman qəbul edib gəlib, dəstəkçimiz olub. Bu xəttdə də mühüm rol oynamış və oynayan bir insandır. Onun fikirlərini bilmək də bizim üçün çox önəmlidir. Müsavat Partiyasının başqanı İsa bəy Qəmbər. Buyurun İsa bəy. Təşəkkür edirəm bəy. Həm bu dəvət etdiyinizə görə, həm belə maraqlı mövzuda bizi bir araya gətirdiyinizə görə. Mövzu çox mürəkkəbdir və deyilət çox məqamlar var. Vaxtımız o qədər çox deyil, ona görə tezlərlə danışmağa çalışacağım. Bizim dövlət olaraq, xalq olaraq və hədəfləri olan insanlar olaraq maraqlarımız, strategiyamız nədir? Bu arada təbii ki, fikir mübadiləsi aparmalıyıq. Mən də fikirlərimi deməyə çalışacağım. Hər şeydən öncə bizim marağımız məncə onda olmalıdır ki, bizim bölgəmizdə sülh əmin-amanlıq olsun. Çünki müharibə hər zaman qandır, qadadır, itkidir. Və bugün Azərbaycanda haqlısınız, fikirlər haçalanıbdır, müxtəlif cür yanaşmalar var. Ancaq nə cür yanaşmanın asılı olmayaraq hər birimiz bilməliyik ki, müharibə bizim qonşuluğumuzda gedir. Əhalisinin ən böyük hissəsi Azərbaycan türklərindən ibarət olan bir ölkədə gedir. Və Azərbaycan türkləri orada hər yerdədirlər. Bizim molla rejimi, klerikal rejim adlandırdığımız, dəyişməsini istədiyimiz hakimiyyətin içində də vardılar. İnsanlara zülm eləyən, hərbiləşdirilmiş qurumların içində də var, Sepahın və hamısının içində də var Azərbaycan türkləri. Eyni zamanda azadlıq istəyən, haqq ədalət uğrunda mübarizə aparan önəmli bir hissə var. Yəni, bu insanların hamısı bizimkidir, dərindən baxanda. Və nəzərə almalıyıq, biz də nəzərə almalıyıq. Bizə qarşı, ölkəmizdə bizə qarşı mövqe bildirənlər də nəzərə almalıdırlar ki, söhbət bizim xalqımızın taleyindən gedir və söhbət Azərbaycanımızın qonşu ölkəsindən gedir. Əlbəttə ki, burada ciddi bir ziddiyyət var. Biz istəyirik ki, İranda vəziyyət dəyişsin və xalqımızın arzu istəkləri, iradənin gerçəkləşməsinə şərait yaransın. Və eyni zamanda bunun dinc yolla olmasını istəyirik. Burada da təbii ki, ziddiyyət yaranır. Çünki İranda da qəddar bir rejim var. Bu rejim köklü dəyişikliklərin baş verməsinə imkan vermir ölkədə. Kənardan müdaxilə olanda da indi baş verən kimi çoxlu suallar yaranır, qeydlər yaranır və s. və s. Ona görə də hər halda mən Müsavatın mövqeyini ifadə edirəm. Yeri-gəlmişkən Müsavat Partiyası bu müharibənin ilk günlərindən bu məsələni müzakirə edərək mövqeyini ortaya qoyubdur. Orada 5 prinsip irəli sürmüşük. Bu bizim üçün əsas prinsiplər olaraq qalır. Birincisi, dediyim kimi, sülh və əmin-amanlıqdır bölgəmizdə. İkincisi, bütün məsələlərin danışıq yolu ilə, diplomatik yolla həll olunmasıdır. Üçüncüsü, bu müharibənin nəticəsində, bu müdaxilənin nəticəsində bir diktaturanın başqa bir diktatura ilə əvəz edilməsinin yol verilməzliyidir. Biz Müsavat olaraq hesab edirik ki, İranda xalqların, vətəndaşların istək arzularına uyğun dəyişikliklərin getməsinə, demokratik sistem və azad cəmiyyət formalaşmasına bu istiqamətdə fəaliyyətə imkan yaradılmalıdır. Dördüncü bizim qeyd etdiyimiz prinsip, İranda bizim 10 milyonlarla soydaşımızın yaşamasıdır və onların toxunulmazlığının və onların maraqlarının bizim üçün həlledici dərəcədə önəmli olması, həddindən artıq həssas bir məsələ olması məqamıdır. Beşinci məsələ də Müsavat Partiyası Azərbaycan hakimiyyətinə və Türkiyə hakimiyyətinə müraciət edərək bütün variantlara hazır olmağa və milli maraqlara uyğun gərəkən addımlar atmağa, hazır olmağa çağırışdır. Bu 5 prinsipi biz müəyyənləşdirmişik. Bu qısaca ilə bunu da deyim ki, biləsiz mövqeyimizi. Və bizim hədəflərimiz budur. Güney Azərbaycana gəldikdə, soydaşlarımızın taleyinə gəldikdə bizim yanaşmamız bəllidir. Biz bütün Azərbaycanı, Azərbaycan xalqının ideal kimi qəbul edən bir siyasi partiyayıq. Bu bizim proqramımızda da yazılıbdır. Bütün Azərbaycanın bizim milli amalımız, milli hədəfimiz olması.
Eyni zamanda biz hesab edirik ki, bu dəyişikliklər mümkün qədər dinç yolla getməlidir və hətta bizim bu fikrimiz o qədər populyar olmasa da bu fikri də biz zaman-zaman təkrar edirik ki, İran bir demokratiya imtahanından, sınavından keçməlidir. Mən qəti inanıram ki, demokratiya ilə imperatorluq bir araya gəlməyən bir şeylərdir. Haradakı imperatorluq var, orada gerçək demokratiya mümkün deyil. Haradakı demokratiya var, dövlət imperatorluq kimi mövcud ola bilmir. Və İran da bu sınaqdan keçməlidir. Əgər İran demokratik bir ölkə kimi yaşamağa qadirdirsə, gözəl. Əgər qadir deyilsə də, İranın parçalanmağı və orada yaşayan xalqların öz iradəsi ilə öz gələcəklərini qurması da qaçılmazdır. Onu elə bu müharibə ilə bağlı müsahibələrimizdə də mən bildirmişəm ki, İranda köklü demokratik dəyişikliklər mümkün olmayacaqsa, İranın parçalanması qaçılmaz olacaq. Və bu yanaşmadan irəli gələrək bizim üçün strateji mümkün olan hədəflər, birincisi İranın demokratikləşməsi, ikincisi Güney Azərbaycanın istiqlalıdır. Bu iki prinsipi biz səsləndirmişik və səsləndirməkdə davam edirik. Və mən sizlə razıyam ki, hazırda Azərbaycanda vahid bir strateji xətt görünmür. Və bunun da səbəbləri, iki əsas səbəbi var. Səbəb çox deyərli, mən iki əsas səbəbini qeyd etmək istəyirəm. Ölkədə gerçək müzakirə mühiti yoxdur. Ölkədə siyasi qüvvələrin, analitiklərin, düşünən insanların, filosofların bir araya gəlməsi, diskusiyalar aparması, millətimiz üçün həlledici mövzularda müzakirələr aparması üçün uyğun şərait yoxdur. Əksinə bunun aradan qaldıran səbəblər təəssüf kimi mövcuddur. İkincisi də ölkədə vahid strateji xəttin olmamasının əsas səbəblərindən biri, bəlkə də birincisi, Azərbaycan hakimiyyətinin bu mövzuda mövqeyini ortaya qoymamasıdır. Hakimiyyət öz mövqeyini ortaya qoysa, əgər o mövqey milli maraqlara uyğundursa, o mövqeyin ətrafında milli birlik, milli həmrəylik formalaşacaq. Əgər milli maraqlara uyğun olmayan bir mövqe ortaya qoyulsa, nəzəri cəhətdən bu da ola bilər. O halda da cəmiyyətin seçimi olacaq ki, sussun, yoxsa öz mövqeyini formalaşdırıb təqdim eləsin. Bunun da müxtəlif üsulları var. Üsullardan birini mən son vaxtlar təkrar dilə gətirirəm ki, ölkədə ciddi bir konferans, böyük bir forum keçirilməlidir. Və bu foruma Azərbaycanımızın həm kuzeyində, həm güneyindən olan fikir adamlarının, siyasət adamlarının, dövlət adamlarının, analitiklərin, filosofların, sosiologların bir araya gəlməsinə şərait yaradılmalıdır. Burada bölgə fərqi də olmamalıdır, siyasi mövqe fərqi də olmamalıdır. Hakimiyyət tərəfdarı olanlar da, müxalifətdə olanlar da, bir tərəf olanlar da bir araya gəlib vəziyyəti geniş müzakirə etmək lazımdır. Bu konferans, bu forum çərçivəsində açıq, şəffaf diskusiyalar, müzakirələr də ola bilər, qapalı görüşlər də ola bilər, qapalı iclaslar da ola bilər. Və buradan cəmiyyətimiz vahid bir platforma ilə çıxmalıdır, vahid bir strateji ilə çıxmalıdır. Və həmin o strategiya, həmin o platforma artıq hamıya təqdim olunmalıdır. O konferansda iştirak eləməyənlər, müxtəlif səbəblərdən iştirak eləməyən şəxslərə də, qüvvələrə də təqdim olunmalıdır ki, Azərbaycan xalqının, millətimizin strategiyası, hədəfi budur və onu qəbul eləməyənlərlə vidalaşıb, qəbul edənlərlə bir yerdə o strategiyanın gerçəkləşməsi istiqamətində fəaliyyət göstərmək lazımdır. Bizim qısaca təkliflərimiz bundan ibarətdir. Təbii ki, mövzular çoxdur, genişdir. Yəqin ki, prosesin gedişində digər fikirlərimizi də səsləndirmək imkanımız olacaq. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, Sabir, təşəkkür